Hər kəsin asanlıqla hazırlaya biləcəyi ideal pankek reseptini təqdim edirəm. Əvvəlcə qaba otaq temperaturunda olan 2 ədəd yumurta, 2 xörək qaşığı şəkər tozu və 1 çimdik duz əlavə edib, yumurtanın rəngi ağarıb həcmi artana qədər çırpırıq. Üzərinə 2 xörək qaşığı duru yağ və 1 stəkan otaq temperaturunda süd əlavə edib çox az qarışdırırıq. Digər bir qabda 1 stəkan yarım un, 1 paket qabartma tozu və 1 paket vanilya ələkdən keçiririk. Ələnmiş quru ərzaqları maya qarışıq əlavə edib topak qalmayacaq şəkildə həmçinin kütlə olana qədər qarışdırırıq. Ardınca dincəlib qabarması üçün xəmiri kənarda 10 dəqiqə gözlədirik. Dincələn xəmirimiz artıq bişməyə tam hazırdır. Teflon və ya qranit yapışmaz tavanı orta odda qızdırırıq. Hazır xəmirdən 1 xörək qaşığı tavaya dökülür. Qaşığı tərpətmədən mərkəzdə sabit saxlasanız öz-özünə gözəl, dairəvi forma alacaq. Burada diqqət etməli olduğumuz 2 vacib məqam var. Əgər xəmirin üzünün çox qurumasını gözləsəniz, pankekiniz quru alınacaq və çevirdikdə digər tərəfi nahamar, səliqəsiz qızaracaq. Qabarcıqlar ilk yaranan kimi dərhal çevirsəniz, bu zaman isə pankeklər dağılacaq və forması pozulacaq. Buna görə zamanlamaya diqqət edin. Xəmirin üzərində qabarcıqlar yaramağa başladıqdan 8-10 saniyə sonra spatula köməyi ilə çevirin. 5-10 saniyə saxlayıb ocaqdan götürün. Beləliklə hər iki tərəfi səliqəli qızarmış pankeklər əldə edəcəksiniz. Arzu etsəniz eyni xəmirlə mini pankeklər də hazırlayıb porsiya şəklində təqdim edə bilərsiniz. Mən üzəri üçün banan, qatlaşdırılmış süd və şokolad yağı istifadə etdim. Siz ağız dadınıza uyğun müxtəlif meyvə və ya soslarla bəzəyə bilərsiniz. Tez-tez pankek hazırlayan biri olaraq bildiyim bütün xırda, lakin çox vacib nüansları sizinlə bölüşdüm. Sizin də bildiyiniz xüsusi məsləhətlər və püf nöqtələri varsa, şərhlərdə yazsanız böyük həvəslə hazırlayaram. Hər birinizə nuş olsun.